Binəqədi rayonu Biləcəri qəsəbəsində binanın zirzəmisində çat əmələ gəlib. Eyni zamanda divar nəmişlikdən zərər görüb. Sakinlər düşünür ki, bina qəzalı vəziyyətə düşə bilər. Problemin yaranmasına səbəb nədir? Hansı tədbirlər görülməlidir və niyə görülmür? Əməkdaşlarımız bu suallara cavab axtarıb. Zirzəmi yarıya qədər kanalizasiya suları ilə dolub. Bu azmış kimi üfunət 5-ci mərtəbəyə qədər qalxır. Görüntülər Biləcəri qəsəbəsi Qabil Süleymanov küçəsi 44 və 46 ünvanındandır. Sakinlər iddia edir ki, zirzəmiyə yığılan kanalizasiya suyu ucbatından binada çatlar da əmələ gəlib. Kanalizasiya sular hamısı çirkəf sular. Hamısı binada, zirzəmidədir. Nəyə görə? Ona görə ki, aşağıdakı o boruların hamısı məhv olub gedib. Bütün bu binanın altı hardasa metr yarıma qədər suyun içindədir. Çatların əmələ gəlməsinin səbəbi zirzəmiyə yığılan su ilə. Bəli. Çünki çökmə gedir. Hər dəfə də gəlirlər bir 2 saat suyu çəkirlər. Bu ilə də işi bitmiş hesab edirlər. Bu işi kökündən həll etmək lazımdır. Mərkəzi istilik sistemi də o suyun altında, çirkəf suların altında qaldığına görə binalarda da istilik yoxdur. Sakinlər həmçinin bildirir ki, binanın bünövrəsi illərdir ki, suyun içində olduğundan ovulub tökülür. Eyni zamanda qışda belə ağcığana dəlinən mənzildə rahatlıq yoxdur. Qoxudan evə girmək olmur. Birinci mərtəbə vəbşə ölürük qoxudan. Bizim suyumuz axır gedir o bir binaya. Padvalın axı. Binanın padvalı buradan sudur. Buradan suyu axır gedir o birisi binaya. Mən birinci mərtəbədə yaşayıram. 80 yaşım var, yata bilmirəm öyle. Ağzına dərindən öydə tərpənmək mümkün deyil. Məsələ ilə bağlı 113 sayılı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Məhəmməd Qasımov deyir ki, problemdən onlar da xəbərdardılar. Problemin həlli istiqamətində aidiyyəti qurumlara müraciət olunub. Binanın ümumi təmir edilməsinə gəlincə, binanın zirzəmisinə yığılmış çirkəf sularla bağlı nəzərinizə çatdırmaq istəyirəm ki, bu bizim səlahiyyətimiz çərçivəsində deyil və tərəfimizdən aidiyyəti qurumlara məlumat verilmişdir. Mərhələli şəkildə həmən binada da əsaslı təmir işləri nəzərdə tutulmuşdur. İri şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən də bildirildi ki, kanalizasiya tutulması ilə bağlı Binəqədi rayon Su Kanal İdarəsinə məlumat verilib. Əraziyə briqada cəlb ediləcək, baxış keçiriləcək, sıradan çıxmış boru aşkarlanarsa yenisi ilə əvəz olunacaq. Zirzəmi təmizlənərək xəttin fəaliyyəti bərpa ediləcək. Adətən kanalizasiya tutulmalarına səbəb əhalinin xətlərin müxtəlif məişət tullantılarını atmaları olur. Belə halların baş verməməsi üçün sakinlərdən xahiş olunur ki, şəbəkəyə tullantı suyundan kənar əşyalar, məişət tullantıları atmasınlar. Elşad Bayramoğlu, Amil Əliyev, Məhəmməd Hacızadə, ATV Xəbər.